Ramiz Mehdiyev işçilərindən bunu tələb edirmiş. Mən özüm də belə deyərdim ki, şok yaşadım. Yazıcı Almaz Beyazit bir qədər əvvəl həbs edilən, yəni artıq bir neçə gündə həbs olunub Ramiz Mehdiyev edilən Prezident Administrasiyasının sabiq rəhbəri akademik Ramiz Mehdiyevlə bağlı iki maraqlı iddia irəli sürüb. Təbii ki, bunu mən də istinad edirəm rubrika.az. O xəbər verir ki, yazıcı hər iki faktı dəqiq bildiyini vurğulayıb. İndi Ramiz Mehdiyevin ən xırda bir nələrisə insanlarda həm şok yaradır, həm təəccüb yaradır, həm nifrət yaradır, həm qəzəb yaradır. Təbii ki, bütün xəbərləri biz də yaymağa hazırıq ki, qoy insanlar xəbərdar olsun ki, bu şəxs kim olub, nəçi olub, onun nə bilim hərəkəti, tələbi, arzusu. Təbii ki, arzusu yox, arzusu da ola bilər, amma ki, bizim üçün artıq onun arzuları mənasızdır. Demək, Ramiz Mehdiyev haqqında iki şey dəqiq deyib ki, bilirəm. Abırlı geyinən gözəl və əxlaqlı qızlara hörməti var idi Ramiz Mehdiyevin. İşçilərinə onunla yalnız rus dilində danışmağı tapşırmışdı deyə təbii ki, Almaz Beyazit deyib, açıqlama verib. Tək elə etibarda, dövlətə, xalqa etibarda da belə tələbkar olardı.